Salam. Salam. Nə narahat edir sizi? Probleminiz nədir? Nə vaxtsa süd vəzi xərçənginə tutulmaqdan qorxuram. Çox şiddətlidir qorxum. Bu sizə həyatınızda Təsir edir. Ən sadə bir şeydə belə məsələn tutaq ki, nəsə bir sancma olur, sinir sancması tutaq ki. Nəsə bir narahatlıq olan kimi, o saat ilk ağlıma gələn problem o olur ki, görəsən nəsə var orada. nə qədər vaxtdır sizdə bu qorxu? 6-7 il əvvəldən yaranıb, 6-7 ildir davam edir. Son 4 ildə daha biraz belə şiddətlənib. Nə hadisə oldu ki, 6-7 il bundan əvvəl nə baş verdi ki, sizə bu qorxu yarandı? Mənim nənəmdə süd vəzi xərçəngi çıxmışdı və həmin süd vəzisini bütöv götürdülər əməliyyatla. Əməliyyatla götürdülər və elə oldu ki, əməliyyatdan gələndən sonra bizim evdə hamı qandan, nə bilim, yaradan falan qorxur. Ürəkli mən olduğuma görə mənə verdilər ki, sarğını dəyiş, təmizləsən də. İlk dəfə mən onu açanda çox qorxmuşdum. O həmin o xatirəyə baxanda ən qorxulu an sizin üçün ən belə pis təsir edən an. Bir filmə baxırsınız və pultla saxlayın. Orada belə bir görüntü var idi. Sağ süd vəzi var. Sol sinə ümumiyyətlə yoxdur və onun yerində böyük sinəsi də nənəmin. Onun yerində böyük bir yara izi var. Sanki məsələn necə olur o müharibədə qolunu itirirsən, bir tərəfini itirirsən. O portret çox qorxulu bir portret idi mənim üçün. Demək ki, o an sizin üçün o açıb o şəkli görməkdir. Ora baxanda, həmin o ana baxanda özünüz haqqında hansı negativ düşüncə gəlir? Mən necə biriyəm deyirsiniz? Gücsüz biriyəm. Hə, gücsüz biriyəm və yararsız ola bilərəm. Məndə də olsa. Yəni, hansı o ana baxın, həmin o xatirəyə baxın, o ana baxın. Özünüz haqqında hansı mənfi düşüncə gəlir? Gücsüz, birdən gücüm çatmaz. Əgər məndə də elə bir şey olsa, gücüm çatmaz mübarizə aparmağa. Mən gücsüz biriyəm. Gücsüz biriyəm. Amma sırf o xəstəliklə bağlı. Məsələn, mən başqa bir xəstəlik olsa düşünmərəm. Bəs ora baxanda, özünüz haqqında, həmin o ana baxanda özünüz haqqında hansı pozitiv düşüncə gələ bilər, inanmasaz belə? Az da olsa uyğundur. Xəstəlikdir, ola bilər. Olsa, mən necə biriyəm deyirsiniz? Güclü biriyəm. Mən güclü biriyəm. Mən güclü biriyəm. Bir yiğitli arası nə qədər inanırsınız buna? Güclü biri olduğuna. Bir yiğitli arası nə qədər inanırsınız buna? 3. O ana baxanda hansı emosiyanı keçirdirsiniz indi bu an? Qorxu qarışıq, tədirginlik var. Ki, ola bilər. Neyniyəcəm olsa? Qorxu. 0-10 bal arası o ana baxanda sizə nə təsir göstərir? 8. Bədəninizdə hansı əlamətləri hiss edirsiniz o ana baxanda? İndi bu an nə hiss edirsiniz? Harada nə hiss edirsiniz? Ümumiyyətlə, bu mövzu ilə bağlı düşünəndə, qorxu gələndə sadəcə olaraq mənim sol döşümdə, sol sinəmdə narahatlıq olur. Orada bir sanki sıxılma olur. Çox sıxılma, ağırlıq hiss edir.
indi hal-hazırda hiss edirsiniz?